Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu gün sizinlə kimya 8-ci sinif dərslikdən 2.2-ci mövzunun, yəni ion rabitəsi mövzusunun izahını bölüşürəm. Bizə bildirilir ki, əvvəlki mövzuda atomların elektron alaraq və ya elektron verərək xarici təbəqələrini təsirsiz qazların elektron təbəqələrinə tamamlanması ilə tanış oldunuz. Bəli, biz bundan qabaqki oktet qaydası və kimyəvi rabitə dərsində bununla tanış olmuşduq. Və müəyyən olundu ki, xarici təbəqələrini 8 elektrona tamamlamaq üçün metallar elektronlarını verir. Məsələn, təsəvvür edək ki, hər hansı bir X metalıdır və müsbət yüklü, məsəl üçün deyək ki, yükü 2 müsbət yüklü iona, yəni katyona çevrilir. Qeyri-metallar isə Y qeyri-metalı elektronunu alır və elektronu alırsa aniona çevrilir. Məsələn, 2 mənfi, yəni aniona çevrilir. Bu, deməli, əmələ gələn katyonlar və anionlar arasında bu katyon və anionlar bir-birini cəzb edərək və deməli, onlar arasında cəzb etdikdən sonra rabitə yaranır və biz də bu rabitəyə deyəcəyik ion rabitə. Yəni ion rabitə belə çıxır ki, metal müsbət yüklü katyonlar, yəni metal ionları ilə mənfi yüklü anionlar, yəni qeyri-metal ionları arasında yaranan rabitədir. İon rabitəsi metal və qeyri-metal ionları arasında yaranır. İon rabitəsinin yaranmasını biz natrium və xlor atomları arasında əmələ gəlməsini müzakirə edə bilərik. Əvvəlki dəstədə əslində bunun müzakirəsini etmişdik, amma yenidən izah edirəm. Natriumun sıra nömrəsi 11-dir, müsbət 11, elektron konfiqurasiyası 1s2, 2s2, 2p6 və 3s1 kimidir. Deməli, bu xarici elektron təbəqəsində 8 elektron olması üçün natrium metal olduğuna görə elektronunu verməlidir. Neçə elektron verməlidir? Baxın, 1 elektronu var xarici təbəqədə. Həmin o 1 elektronunu versə əgər, yenidən elektron konfiqurasiyasını yazıram. 1s2, 2s2, 2p6, 3s1-i silsim. Yəni 1 elektronunu, xarici təbəqədə olan 1 elektronunu versə, xarici təbəqəmiz olacaq ikinci energetik səviyyə və ikinci energetik səviyyədə də olacaq 8 elektron. Yəni 1 elektronunu verməklə xarici təbəqəsində olan elektronunu 8-ə tamamladı. Metal olduğuna görə 1 elektronunu verir natrium. Və elektron konfiqurasiyasını 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6 nəyə tamamladı? Neon təsirsiz qazına tamamladı. Deməli, natrium neynədir? 1 elektron verdi. Həmin o, biz dedik ki, natrium xlor yaranır. İndi xlora diqqət yetirək. Sıra nömrəsi 17-dir, müsbət 17. 1s2, 2s2, 2p6, 3s2, 3p5. O natriumun verdiyi 1 elektronunu xlor aldı. Xlorun xarici energetik səviyyəsində neçə elektron var? 3-cü energetik səviyyədə 7 elektron var. Neçə elektrona ehtiyacımız var 8-ə tamamlaması üçün? 1 elektrona. Deməli, elektron konfiqurasiyasını yazıram. 1s2, 2s2, 2p6, 3s2, 3p5 idi. 1 elektron aldı. Çünki qeyri-metaldır və özünü 8-ə tamamlamaq üçün 3p6 və 2 üzərinə gəlsin 6 xarici energetik səviyyədə oldu 8 elektron. Deməli, natrium və xlor deməli yaranarkən, baxın burada natrium 1 elektronunu xarici energetik səviyyədə olan o 3s1-dəki elektronunu verdi xlora və nəticədə natriumun elektron konfiqurasiyası 1s2, 2s2, 2p6-ya, xlorun elektron konfiqurasiyası isə 1s2, 2s2, 2p6, 3s2 və 3p6-ya çevrildi. Yəni burada natrium elektronlarını verdiyinə görə neçə elektron verdi? 1 elektron verdi. Metal atomu müsbət yüklənir və verdiyi elektronların sayı qədər də natrium müsbət, xlor isə 1 elektron aldı və aniona çevrildi. Mənfi 1. Neçə elektron almışdı? 1 elektron almışdı və mənfiyə çevrildi. Və deməli, natrium katyonu ilə xlor anionu arasında yaranan rabitə adlandı. Nə rabitəsi? İon rabitəsi. Deməli, binar elementlərin ion rabitəli birləşmənin formulunun yazılması 2 metodla həyata keçirilir. Birinci metod katyonlar formulunun solunda, anionlar isə sağında yazılır. Məsələn, biz dedik ki, natrium xlorda ion rabitə var. Və natrium katyon olduğuna görə, yəni bayaq dedik ki, müsbət yüklənir, formulun solunda, xlor isə anion olduğuna görə sağda yazılır. Bu birinci qayda. İkinci, katyonun yükünün mütləq qiyməti ilə anionun yükünün mütləq qiymətinin əkobu hesablanır. Natrium, biz bayaq dedik ki, natriumun yükü neçə idi? 1 müsbət, ədədi qiyməti oldu 1. Xlorun da yükü 1 mənfi, onun da ədədi qiyməti, yəni modulda müsbət 1 olur.
Bunlar üçün əkyob tapılır. 1 və 1 üçün əkyob nədir? Və əkyobu təqribi burada yazıram. 1 və 1 üçün ən kiçik ortaq bölən deməli 1-dir. Z variantında deyir ki, əkyob yüklərin mütləq qiymətinə bölünür. Əkyob 1 idi. Yüklərin mütləq qiymətinə 1-i, yəni 1-ə bölürəm. Yazıram natriumun indeksində. 1-i 1-ə böləndə 1 eləyir. Kimyada 1 yazılmır. Daha sonra 1-i yenidən xlorun ədədi qiymətinə 1-ə bölürəm. İndeksdə yazıram. Yenə 1 olduğuna görə indeksdə heç nə yazılmır. Və bu şəkildə formul tərtib olunur. Daha sonra məsələn burada nümunə verib. Məsələn x-in və y. Deməli x müsbət. Deməli x nədir burada? Kation. Kation harda yazılır? Sol tərəfdə. Y isə aniondur. 2 mənfidir. Ona görə də sağ tərəfdə yazılır. X-in yükünə baxın. Müsbətdir. Yəni ədədi qiyməti müsbət və üzərində yazıram. Aşağı hissədən yazın. X kation olduğuna görə solda yazıldı. Y anion olduğuna yükünə baxırıq da 2 mənfidir. Sağ hissədə yazıldı. X-in ədədi qiyməti müsbət 1-dir. Y isə 2 mənfidir. Modulda mənfi 2-dən nə çıxır? Müsbət 2. Və yazıram 2. 2 ilə 1 üçün əkyob, yəni hər ikisinə bölünən ən kiçik ədəd neçədir? 2-dir. 2-ni bölürəm birinci elementin, yəni X-in ədədi qiymətinə. 2-ni bölürəm 1-ə. Eləyir 2. Yazıram X-in indeksinə. 2-ni bölürəm Y-in indeksinə. Neçə eləyir? 2-ni 2-yə böləndə eləyir 1. Kimyada 1 yazılmadığına görə formul bu şəkildə tərtib olunur. X, 2, Y. Gəlin ikinci metoda baxaq. İkinci metodda bizə deyir ki, yenidən kationlar formulunun solunda, anionlar isə sağında yazılır. Bu nümunə üzərində yazsaq, X kationdur, yəni müsbət yüklüdür solda, Y aniondur, mənfi yüklüdür, sağda yazdım. Daha sonra deyir ki, kationun yükünün mütləq qiyməti, X-in yükü neçədir? Müsbət 1, üzərində yazdım müsbət, Y isə 2 mənfidir. Mənfi 2-nin ədədi qiyməti, yəni modulda qiyməti olur nə? Müsbət 2. Deyir ki, kationun yükünün mütləq qiyməti anionun indeksinə, kationun yükünün mütləq qiyməti 1-dir. Anionun indeksinə, yəni Y-in indeksinə yazılır. Kimyada 1 olduqda yazılmır da. Yəni heç nə yazılmır. Anionun yükünün mütləq qiyməti isə kationun indeksinə. Anionun yükünün mütləq qiyməti neçədir? 2. Kationun, yəni X-in indeksinə yazıram. Və əgər deyir ki, indeksləri sadələşdirmək mümkün olarsa, əgər məsələn, belə deyək də, yazıram ki, X, Y, deyək ki, bunun yükü 2-dir məsəl üçün, bunun yükü deyək ki, 4-dür. Məsələn, buraya yazıram X4, birinin yükünü digər indeksinə, birinin də yükünü digər indeksinə. 2 ilə 4-ü sadələşdirmək olar da. Məsələn, 2 2-yə bölünür neçə dəfə? 1 dəfə. 4 2-yə bölünür 2 dəfə. Olur X2, Y. Əgər deyir ki, sadələşdirmək mümkün olarsa, nə zaman? Sadələşdirmək də olar. Və hər iki metoddan istifadə etmək bizə eyni nəticəni verir. Lakin birinci metoddan istifadə etsək, birinci metod daha düzgün və dəqiq metod sayılır.